أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي صدق الله العلي العظيم أما بعد يا عباد الله أوصيكم ونفسي بتقوى الله واتباع أمره ونهيه خشudi aziz değerli mümine bacılarım ve mümin kardeşlerimiz bugün cümedir, cümemiz mübarek olsun inşallah. Cümədə cəm olduğumuz kimi Allah Teala bizləri öz evində, öz cənnətində cəm eləsin. Hər zaman olduğu kimi ilk öncə özümü və sonra sizləri ilahi təqvaya riayət eləməyə dəvət eləyirəm. Allahın əmrində möhkəm olaq, Allahın halalın halal, haramın özümüz və gələcək nəslimiz üçün əbədi haram bilək. Düzdür, mən keçən cümə söz vermişdim ki, bəzi məqamlar var ki, hansı ki insanın ruhunu titrədir, insanın ruhunu paramparça eləyir və insan özünə qayıdır və o mövzunu mən bugün qeyd etməyəcəm. Ne üçün? Çünki fikirləşdim ki, bugün və bu günlərdə vəhdət həftəsidir. Vəhdət həftəsi. Bu vəhdət həftəsini fürsət bilərək, çünki bəşəriyyətin ən parlaq səhifələrindən biri, aləmlərə rəhmət olaraq göndərilən Həzrəti Muhammed Mustafa sallallahu aleyhi və aleyhi və səlləmin Mövlud həftəsinə təsadüf edir. Ona görə mən bu mübarək vücudu, mübarək varlığı üstün tutaraq, onu yəqin ki Allah nəsib etsin, növbəti xütbələrimizdə bu barədə fikirlərimizi sizlərlə geniş şəkildə bölüşüb və müzakirə edəcəyik. İlk öncə Qurana mən müraciət eləmək istəyirəm. Quran Allah Resulü barəsində belə buyurur. Əl-Ənbiya surəsinin 107-ci ayəsi Bismillahirrahmanirrahim və mə ərsəlnəkə illə rəhmətən lil'aləmin. Allah Peyğəmbərə buyurur, ey Peyğəmbər, biz səni aləmlərə rəhmət olaraq göndərdik. Bir dənə bu sözə fikir verin, rəhmət. Başqa bir cümlə, ifadə, söz işlədilmədi. İlla rəhmətən lil'aləmin. Rəhmət sözü. Adətən bizdə də bu rəhmət sözü işlədilir. Bir nəfərin dünyasının dəyişdiyini anlayanda, hiss edəndə və yaxud məlumat veriləndə deyir, Allah filan kəsə rəhmət etsin. Bu rəhmət ifadəsi, sözü bizim üçün qədim deyil və qəribə də deyil və bizə münasib olan bir sözdür. Bu bizim leksikonumuzda daim ifadə olunur. Amma mən deyərdim ki, rəhmət sözü İslamın əsas sütunlarından biridir. Nə deməkdir rəhmət? Öz bilgimi mən sizinlə bölüşmək istəyirəm. Rəhmət yəni o bütün varlığa, insana, heyvana, təbiətə, hətta düşməninlə belə mərhəmətli davranmağa ya yanaşan bir rəhmət Peyğəmbərdir, rəhmət kəlməsidir. Yəni rəhmət bir kəlmədə onu cəm eləmək olmaz. Yəni rəhmət insana şamildir, yox. Təbiətə də aiddir, heyvanata da aiddir, varlıq aləminin hamısına aiddir bu rəhmət. Bu rəhmət Peyğəmbərin əsas xüsusiyyətlərindəndir. Mən orada misal gətirdim, hətta heyvanlara.
Bu məşhur bir hədisi sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bir dəfə sahabələrdən biri görür ki, Allahın Rəsulu bir dəvənin yanına yaxınlaşır. Və Allah Rəsulu yaxınlaşdığı zaman sahabə də diqqət edir, görür ki, dəvənin gözündən yaş gəlir. Allah Rəsulu dəvəyə yaxınlaşaraq onun başını sığallayır. Ona nəvaziş eləyir, heyvandır da. Peyğəmbər sahabələrə üzün tutaraq belə buyurur: ey mənim sahabələrim, bu heyvandan qorxmun. Bu qorxulu bir heyvan deyil. Ağlamaqlığının səbəbi isə onun sahibi o qədər buna yük vurub, o qədər buna əziyyət verib, o onun ağırlığından, əziyyətindən şikayət edir, göz yaşları tökür. Peyğəmbər sonra belə buyurur: dəvədən qorxmun, onun sahibini tapın, ondan qorxun, ehtiyatlı olun. O ən qəddar bir insandır. Deməli, Peyğəmbər, Allah Rəsulu bunu deməklə öz heyvana qarşı öz mərhəmətini, səmimiyyətini, sədaqətini bariz şəkildə nümayiş elətdirir. Bu Peyğəmbərin bəşəriyyəti olan bir, aləmlərə rəhmət olan bir Peyğəmbərdir. Və bura qədər anlayaq ki, özümüzə bir sual verək. Peyğəmbər necə insan idi? Bunu dərk eləmək lazımdır. Bəzən biz gənclərin zihnində, cavanların şuurunda Peyğəmbərimizi yalnız tarixi şəxsiyyət obrazı kimi tanıtdırmışıq. Adətən Peyğəmbər deyəndə deyir, bu tarixi şəxsiyyətdir. Tək bununla gənclərə biz bunu təlqin edə bilmərik. Peyğəmbərə tarixi şəxsiyyətdən öncə Peyğəmbərin canlı əxlaq nümunəsini insanlara göstərmək lazımdır. Peyğəmbər əxlaq nümunəsi idi ki, hansı ki Allah Qələm surəsinin 4-cü ayəsində buyurur ki, və innəkə lə'alə xuluqin əzim. Peyğəmbərin haqqındadır. Sən ən böyük bir əxlaq sahibisən. Peyğəmbərin əxlaqı, mədəniyyəti, davranışı, səmimiyyəti, hərəkəti, yatmağı, durmağı bir nümunə idi bu bəşəriyyət üçün. Və hər kəsdən soruşanda ki, sən Allah Rəsulunu, Peyğəmbəri sevirsənmi? Cavabda hər kəs deyəcək, bəli, biz Peyğəmbəri sevirik. İndi mən hər bir fərddən soruşa bilmə imkanım olsaydı ki, siz Peyğəmbəri necə sevirsiniz? Peyğəmbəri sevmək nə deməkdir? Necə anlamdadır? Hərəniz bir cür cavab verəcək. Müxtəlif fikirlər. Mən Peyğəmbəri belə sevirəm. Amma mənim şəxsi fikrimdə mən belə deyərdim. Peyğəmbər sevmək, Peyğəmbərin mərhəmətli olmağını sevmək deməkdir. Peyğəmbər mərhəmətli insanları sevirdi. Ədalətli olmağı sevirdi. Yetimin başını sığallayarkən göz yaşlarını tökdüyünü, göz yaşlarını ifadə etdiyini bildirən bir Allah Rəsulu idi. Peyğəmbəri sevirəm, elm öyrənmək anlamında gəlir. Yəni, insan elm oxuyursa, elm öyrənirsə, deməli bu Peyğəmbəri sevir. İnsanların biri digərinə zülm etməsini Peyğəmbər istəməzdi. Bu Peyğəmbərin sevgisinin bariz nümunəsidir. Peyğəmbəri sevmək ən nəhayətdə onun sevdiklərini sevməkdir. Yəni Peyğəmbər nə sevirdisə, onu sevmək lazımdır. Əgər bugün mən xalq və cəmiyyət arasında, insanlar arasında kin-kudurət yaradıramsa, ara vururamsa, xainlik edirəmsə, paxıllıq edirəmsə, zülm edirəmsə,
haqsızlıq edirəmsə, qonşunun haqqını mənimsəyirəmsə, özümdən aşağı təbəqədə olan insanlara zor tətbiq edirəmsə, bu Peyğəmbəri sevmək anlamında deyil. Bu Peyğəmbərə qarşı həqarətdir. Əgər bu günləri bəzi insanlar var ki, ayrı seçkilik salır, dində də, məzhəbdə də, əqidədə də, sonra deyir ki, Peyğəmbər sevgisi var mənim ürəyimdə. Peyğəmbər barışıq üçün gəldi. Peyğəmbər bu stereotipləri dağıtmaq üçün gəldi, mənfi olan obrazları. Yəni, sən qarasan, mən ağam, sənin rəngin sarıdır, məndə ayrı cür rəngidir, sən filan kökdənsən, nəsildənsən, belə şey yoxdur. Peyğəmbər bütün bu düşüncələri formalaşdırıb bir həqiqi İslam insanlara təqdim edir. Yadınızdadır, bir dəfə mən bunu çıxış etmişdim. Yeri gəlmişcə bunu da qeyd edeyim ki, Peyğəmbərin ədalətli və ilahi bölgüsünü hər kəs bunu bilir ki, Peyğəmbərin bir azançısı var idi. Adı nə idi? Bilal Həbəşi. Bax, hər kəs bunu bilir. Bilalın tarix yazır ki, rəngi qara idi və çopur-çopur sifəti var idi. Bütün səhabələrin və dostların içində Allah Bilala Peyğəmbərin vasitəsilə ilahi əmr edir ki, Bilala deyilən çıxsın, azan versin. Allah Rəsulü buyurdu ki, Bilal hardadır? Bilal gəldi, əlin sinəsinə qoydu, ya Rəsulullah, hazıram əmrizdəyim, çıx azan ver. İndi Bilal çıxıb azan verəndə, bu Peyğəmbərin ətrafında nə qədər insanlar vardı, başladılar pıç-pıç eləməyə. Bizdə var belə bir şey. Filan kəsə verdilər, mənə vermədilər, filan kəsə qabağa apardılar, mənə aparmadılar. Bu qohumlar arasında da bu var, vəzifədə də var, işdə də var. Peyğəmbər baxdı, gördü ki, bunlar hamısı mənə itaat eləyənlər, indi mənim əleyhimə burada söz danışmaq istəyirlər. Allah Quranda bir ayə var, onu göndərdi. Və dedi ki, insanlara bunu oxu. Ya əyyuhənnas, ey insanlar, İnnə xələqnakum min zəkərin və unsa. Biz sizi bir kişi və bir qadından yaratdıq. Sümmə cəallakum şuuban və qəbil. Sonra sizi qəbilələrə, dəstələrə, tayfalara bölgü etdik ki, bir-birlərinizi tanıyasız. İnnəkrəməkum indəllah tıqakum. Allah yanında ən hörmətliniz təqvalıdır. Deməli, Peyğəmbər dedi, mənim üçün önəmli deyil, qara olsun, ağ olsun, hansı dəridən, irqdən, irsdən, fərqi yoxdur. Mənim üçün Allah yanında təqvalı olsun. Deməli, təqvalını Allahın əmrini orada göstərdi. Yəni, burada Peyğəmbərin barışıq insanlara səmimiyyəti aşılamaq üçün Allah bunu göndərdi. Və ən nəhayət burada gənclər çoxdur. Mən istəyirəm gənclərə də bir dənə Peyğəmbərdən hədis hədiyyə eləyim. İnşallah sonra namazlarımıza davam edəcəyik. Allah Rəsulü Mədinədə gəzirdi, gördü bir toplum insanlar orada oturublar, gənclər oturublar. Allah Rəsulü gənclərə salam verdi, bir gəncin siması Allah Rəsulünün xoşuna gəldi. Və bu gəncə sual verməyə başlayır. Olar ki, sənə bir neçə sual verim. Gənc də tanıyır ki, bu Peyğəmbərdir. Buyur ya Rəsulullah, canım sənə fəda olsun. Peyğəmbər buyurur ki, atanı çox istəyirsən, ya mənim? Gənc dedi, səni ya Rəsulullah. Sonra Peyğəmbər buyurdu, ananı çox sevirsən, ya məni? Dedi, ya Rəsulullah, anamdan da çox, atamdan da çox səni sevirəm. Sonra Peyğəmbər buyurdu, özünü çox sevirsən məni? Dedi, səni ya Rəsulullah. Peyğəmbər gördü ki, bu kamil bir dənə cavandır və onun əxlaq və imanını yoxlamaq üçün belə bir son sual verir. Son sual. Deyir ki, mənə də görüm, Allahı çox sevirsən, ya Peyğəmbər məni? Məni çox sevirsən, ya Allahı? Ağır bir dənə sualdır ya. Cavan biraz fikirləşdi, dedi, ya Rəsulullah,
Allah hərəmizə bir dənə ürək verib, xahiş eləmə o işə girmə. Peyğəmbər təbəssüm elədi, dedi, niyə? Dedi ki, olar ki, bu sualı cavabını verməyəm. Peyğəmbər buyurdu, xeyr, niyə? Bəs deyirsən, atadan, anadan, özümdən çox səni sevirəm, bəs Allahı çox sevirsən, Peyğəmbəri. Dedi ki, səni də Allaha görə sevirəm. Sözün böylüyünə bax, ha. Ya Resulallah, səni də Allaha görə sevirəm. Bu sözü deyəndə, səni də Allaha xatir sevirəm, Allaha görə sevirəm, Peyğəmbər üzün tutdu digər cavanlara. Buyurdu ki, bu nə gözəl cavandır. Çalışın bu cavanlar kim olun, bu gənc kim olun. Dedilər, niyə? Ya Resulallah, buyurdu ki, bu cavan hər işini atıb Allaha xatir işi görür. Yəni, məni də Allaha görə, səni də, atasını da, anasını da, hər kəsi Allaha görə sevir. Əgər Allaha görə seviləcəksə, insan ucalacaq. İnsan bəzən kimi razı salmaqdan ötəri həqiqəti dəyişir, yalandan. Nə qədər gün ərzində biz həqiqətlərin üstünü örtürük. Amma cavan bunu etmədi. O bildirdi ki, həmən cavan, insanı razı salmaq kiçik məsələdir. Allaha razı salmaq isə əbədidir. Ola bilər bir insanı razı salasan, bu müvəqqətidir. Amma Allahı razı salmaq ən önəmlidir. Həyat da belədir. Bəzən dost üçün, bəzən ailən üçün, bəzən xəstən üçün hər şeyindən keçirsən və yalan da hətta danışırsan. Amma Allah üçün bütün bu ailəni, həyatını, xəstəliyi Allaha görə həsr edirsənsə, Allah sənin xəstəvə də şəfa verir, işlərini də aparır və Allah üçün olan işlərin həm bu dünyada mükafatı var, həm ahirətdə mükafatı var. Mən indi sonda bunu demək istəyirəm ki, bizim Peyğəmbərə bir hədiyyəmiz nə ola bilər? Peyğəmbərə verəcək bugün hədiyyəmiz nə ola bilər? Bugün hər bir şəxs bir dostuna hədiyyə eləyir ad günü üçün. Biz Peyğəmbərə doğuluşu üçün, mövludu üçün, ad günü üçün mən hesab eləyirəm, heç olmasa 2 rükət Peyğəmbərə hədiyyə namazı qılaq. Onu da Allaha görə qılaq. Əs-salahla qıl, ey Rəbbim, bu 2 rükət namazı Allah Rəsuluna Allaha xatir hədiyyə eləyirəm. O namazı qıl və sonra aldığı qoy səcdiyə 70 dəfə şükrən lillah, şükrən lillah, şükrən lillah de. Alnını səcdədən qaldırmamış, gör Allah sənin üçün nə bağçalar yaradacaq, nə gözəlliklər yaradacaq, nə hədiyyələr verəcək. Bugün bu vəhdət həftəsidir. Bu vəhdət həftəsində hər kəs Allah Rəsuluna çoxlu salavatlar desin. Allahümmə salli ala Muhammedin və ali Muhammed desin. Ən böyük hədiyyəniz bu olsun. Ən böyük hədiyyəniz 2 rükət Allah Rəsuluna hədiyyə namazları qılın ki, qiyamət günündə də Allah Rəsulu deyəcək, ey Rəbbim, bu məni sevirdi. Əməli ilə sevirdi, hərəkəti ilə sevirdi. Ona görə çalışaq bu məsələlərdə diqqətli olaq. Allahın verəm cəlalı xatirinə. Allah bizi Peyğəmbər və onun ailəsindən ayrı salmasın. Allahın verirəm bu günün cümə günün hörməti xatirinə bura toplaşan hər kəs, bacılı, qardaşlı, uşaqlı, böylü, ümidlə gəlmişik. Allahım sənin qapı var, niyyətlə gəlmişik sənin qapı var. Allah öz evindən bizi əli boş yola salma. Niyyətlərimizdən sən vaqifsən, niyyətlərimizdən sən xəbərdarsan. İlahi, hər kimin qəlbində nə istək varsa, biri övlad istəyir, biri anasının şəfasını istəyir, biri bacısının şəfasını istəyir. Mən də hər zaman cümə günü dua eləyirəm, Hacı xanım Türbət bacımızı və bizim cümə məscidinə gələn Hacı xanım bacımız, onlar xəstədirlər. İlahi, sənin əlindən və Peyğəmbərin mövlud günləridir. Bu günlərin xatirinə o əzizlərimizə acil şəfalar ver, ya Rabbim. Bizim bir qardaşımız da
Hacı müəllimdir. İndi Türkiyədə qızının müalicəsindədir. Bir neçə saat bundan öncə mənə şad xəbər verdi ki, əlhamdülillah, artıq raporlar, analizlər yaxşı çıxdı. Çox ata üçün ağırdır. Övlad gözünün qabağında əldən gedən ağırdır. Allah heç ataya o xəstəliklər və dərdi bəlanı göstərməsin. İlahi, tezliklə o qızımıza da şəfa ver. Bir balamız da mənə bayaqları qardaşımız dedi, qız uşağıdır, xəstədir. İlahi, onun dərdlərinə Əş-Şafi adı və xatir dərman elə. Ölkəmizi, millətimizi, xalqımızı qoru. Dünyanın hər yerində müsəlmanlar la ilahə illallah deyirlər. Onların bir-birinə mehriban elə. Allah heç atanı övladın yanında, övladı dostlarının yanında, valideynlərin yanında utandırma, peşman eləmə. İlahi, bizim bu cüməmizi son cümə qərar vermə. Bura toplaşan hər bir insan, hətta xarici ölkənin nümayəndələri də burada var. Ola bilər bizim dilimizi başa düşmürlər. Amma dünyanı birləşdirən bir amindir. Xristiyan da amin deyir, Yəhudisi də amin deyir, Müsəlman da amin deyir. Bu aminləri birləşdirən bizim dəyərlərimizdir. İlahi, dünyanın harasında müharibələr gedir, münaqişələr gedir. Müharibələrə son qoy ya Rabbim. İmam-ı Zamanın zuhurunda təcil elə. Bizləri İmam-ı Zamanın layiqli əsgərlərindən qərar ver. Şəhidlərimizin ruhlarını duası elə. Xəstələrimizə, xəstəxanada olanlara acil şəfalar ver. Namaz qılanların, möminlərin sayın və izzətin çox elə ya Rabbim. Bizi alçaqların, şərəfsizlərin, zalimların, satqınların qarşısında əymə ya Rabbel alemin. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahu səməd, ləm yəlid və ləm yulad və ləm yekun ləhu kufuven ahad. Peyğəmbərin pak və nurani camalın salavatına yad eləyək.